Bəqi məzarlığında kimlər dəfn edilib? Esselamu aleyküm. Esselamu aleyküm. Bəqi məzarlığı hicrətin 1-ci əsrindən ta indiyədək müsəlmanların dəfn olunduğu bir yerdir. Əməvi ardıcılları olan Vəhhabilər tərəfindən abidə və məqbərələr vəhşicəsinə dağıdılıb. Üzərində qeydi olan bir qəbir daşı belə saxlamayıblar. 1925-ci ildə Vəhhabilər tərəfindən Mədinə şəhərində Bəqi qəbirstanlığı darmadağın edildi. Təsəvvür edin, 13 əsrdən sonra məlum olur ki, sən demə müsəlmanlar küfür və şirk içində yaşayıblarmış. Tarixi abidələri yerlə bir etmək lazımdır. Nə çox tarixi abidələr dağıdıldı, insanlar öldürüldü. Özü də bu məsələnin sünni və şiəsi də yoxdur ya. Bugün siz Məkkə və Mədinə şəhərlərinə getsəz, görərsiniz ki, böyük əksəriyyəti əhli sünnə olan zəvvarlar təbərrük etməyə çalışırlar. Nə çox əhli sünnə diyarlarında məzarlıqlar, tarixi abidələr hələ də qalır. Çünki bu bir tarixdir. Adam öz tarixinə, mənəvi dəyərlərinə bu qədər düşmən kəsilərmi? Bir zaman üzərində məqbərə olmuş, sonra dağıdılmış 4 imamın qəbri. Hal-hazırda ən sərt nəzarət altında olan yerdir. Orada Peyğəmbərin nəvəsi İmam Həsənin, sonra İmam Səccadın, İmam Baqirin və İmam Sadiqin məzarları var. Peyğəmbərimiz ölənləri dəfn etmək üçün Bəqinin məzarlıq kimi təyin etdikdə, Həzrətin ailə üzvləri də orada dəfn edilənlərdən idi. Onlardan bəzilərinin adları məlumdur, bəzilərinin üzərində məqbəri də vardı, sonra dağıdıldı. Orada əmisi Abbası bin Əbdülmüttəlib, bibiləri Səfiyyə, Atikə, Peyğəmbərin süd anası Həlimə Sədiyyə, həyat yoldaşları Zeynəb bint Xuzeymə, Şamunun qızı Mariya Qibtiyyə, Zeynəb bint Cəhş, Öməri bin Xəttabın qızı Həfsə, Zəmə bin Qeysin qızı Sudə, Hüyyəyi bin Əxtəbin qızı Səfiyyə, Harisin qızı Cüveyriyyə, Əbu Bəkrin qızı Ayşə və Ümmü Səlimə xanımların, habelə Peyğəmbərin övladlarından Rüqəyyə, Zeynəb, Ümmü Külsüm xanımların, oğlu İbrahimin, nəvələrindən Zeyd bin Həsənin, İmam Sadiqin oğlu İsmailin, Nəfs-i Zəkiyyə kimi tanınan Məhəmməd bin Abdullah ibn Həsənin məzarları var. Və səhabələrdən kimlər var? Ənsardan Əsəd bin Zürarə, Səd bin Muaz, Üseyd bin Xudeyr, Əbu Səid Xudri, Cabir bin Abdullah Ənsari. Mühacirlərdən isə Osman bin Məzun, Muğeyrə ibn Haris ibn Əbdülmüttəlib, Abdullah bin Məsud, Əbdürrəhman bin Ovf, Miqdad bin Əmr, Osman bin Əffan, Suheyb bin Sinan, Səid bin Əbi Vəqqas, Əqil bin Əbu Talib və Abdullah bin Cəfərin məzarları var. Tabiinlərdən Maliki bin Ənəsin, qadınlardan İmam Əlinin anası Fatimə bint Əsədin, Əbülfəzl Abbasın anası Ümmülbəninin, İmam Sadiqin anası Ümmü Fərvənin məzarları da mövcuddur. Bəqidə alimlərin, şəhidlərin, mənsəb sahiblərinin, sıravi möminlərin də məzarları var. Bəziləri iddia edirlər ki, İslama görə qəbir aradan getməlidir. Bu tamamilə absurddur. Quranda buna dair nə bir ayə var, nə də sünnədə belə bir göstəriş var. Suriya, İraq və sair ərazilərdə isə müsəlmanlar tərəfindən bir tarixi abidə kimi İslamın tarixi şəxsiyyətlərinin məzarları isə hələ də durur. Və bu məsələdə əhl-i sünnə və şiə arasında bir fərq yoxdur. Fərq sadəcə Vəhhabilərdədir.